Önce onu deyim ki, hər kəs layiq olduğu həyatı yaşayır. İldüzəyə də bugün verilən 5 il 2 ay onun sürdüyü həyat tərzinin nəticəsi idi. Bəli, sürdüyü həyat tərzinin. 4 uşağını, Almaniyadakı gözəl həyatını, Alman cəmiyyətinin hüququnu, ədalətini bəyənmədi ki, bura sıxıcıdır, Almaniyada həyat yoxdur. Gəldi Azərbaycana, bu da Azərbaycan. Bu Azərbaycanı tərifləyən, Azərbaycanı nətər deyim, Azərbaycan deyib bütün günü öyünən insanlara bir şapalaq olsun bu həyat hekayəsi. Ki, yəni bəzən çıxır qabağıma, Almaniyada həyatını həkimdir, Almaniyadan köçdü gəldi Azərbaycana ki, Almaniyada həyat yoxdur, Almaniyada nə bilim yaşamaq mümkün deyil və yaxud da Avropa batır gedir, dağılır falan. Bu da sənin Azərbaycanın. Yəni al bu sənə şapalaq kimi bir hekayə, həyat hekayəsi. Söhbət ondan gedir ki, normalda Azərbaycanda deyək ki, bir insan qəsdən, planlı şəkildə bir qətli planlayır və gedir bir adamı öldürür. Qəsdən adam öldürmədən 5 il, 6 il həbs cəzası alır. Amma yəni İldüzə sadəcə təsadüf nəticəsində, yəni uyğun olmayan məkanda, uyğun olmayan yerdə bir qəzanın iştirakçısı olduğuna görə istəmədən bir qəzaya bulaşır və sonunda 5 il həbs alır. Əlbəttə bu haqsızlıqdır. Amma yəni bu məni nətər deyim, şaşırtdı mı? Yox. Azərbaycanda nə haqq var, nə ədalət var, nə qanun var. Var ya, qanunlar, çox gözəl də qanunlar var. Vəzifəli insanların adi sıravi vətəndaşları susturması üçündür. Əzməsi üçündür. Yəni Azərbaycanda qanun var, təbii ki, kasıbı əzmək üçündür. Pullunun pulsuzu kasıbı əzməsi üçündür. Qutardı. Azərbaycanda hər cür qanun var. Yəni lazım olanda hər bir sahədə saat kimi işləyən qanunlarımız var. Amma hər kəsə şamil deyil. Hər kəs o qanun qarşısında bərabər deyil. O insanların ki pulu var, o insanların ki vəzifəsi var, o insanlar qanundan da üstündür. Vəssalam. O qədər hadisələr var ki, hər gün demək olar ki, yol hərəkət hadisələri olur. Yəni yoldan keçən insanları maşınla vurub öldürən insanlar hansı həbs olunur? Yəni oğlanın özü deyəsən elə bir qəza keçirdib, amma həbs olunmuyor. Bu Azərbaycanda normadır, praktikadır. Amma buna belə yəni təəccüblənən insanlar məni təəccübləndirir ki, yəni sənin ölkən belədir də, bunu niyə təəccüblənirsən ki? Azərbaycan bu sistemin üzərində qurulub. Və məni ən çox təəccübləndirən növbəti bir məsələ, yüz minlərlə insanın bu İldüzənin həyat hekayəsi ilə maraqlanması, onun günahı yoxdur, onun günahı Azərbaycana gəlmək idi. Onun günahı Azərbaycanda nə itib ağzı, o şey verir, Azərbaycanda belə bir söz var. Nə gəzirsən dəllərdə, zadın qalıb əllərdə. Sənin nə itin azıb axı Azərbaycanda. Ki, indi sən 5 il gedəsən həbsə. Və bundan sonra nə olacaq? Bundan sonra Azərbaycanda necə cəza çəkmə müəssisələrində bu cür mamlimatan şeyləri adətən yəni şeyə çıxardırlar, üzə çıxardırlar. Bunların xüsusi müştəriləri olur. 3000, 5000, 10000 maya buraxırlar, gəlirlər bunlarla gecə zaman keçirdirlər. İndi məsəl üçün hal-hazırda deyək ki, İldüzə və onun kimi insanlar cəmiyyətin nəzərindədir, diqqətindədir, fikrindədir, hamı danışır. 3 gün, 5 gündən sonra, Allah uzağa başı, bir aydan sonra hər şey unudulub gedəcək, heç it yerinə sayan da olmayacaq. Orada qapalı cəza çəkmə müəssisələridir və qapalı olduğuna görə hər şey oranın içində qalır. O dustaqlara da, məhbuslara da xüsusi şərait yaratsınlar deyənə, özlərinin ayrıca otağı olsun, duşavoyu olsun, həftədə 2-3 dəfə rahat duş qəbul edə bilsinlər deyənə, ya pul verməlisən, ya özünü verməlisən. Yəni vəssalam. Azərbaycan reallığı bundan ibarətdir. Ya indi bu qızı İldüzənin dədəsi evin satıb o cəza çəkmə müəssisəsinin rəisini yedizdirməli ki, onun qız orada normal şəraitdə yaşasın, ya da o qızın özü arada bir-iki nəfərə qulluq eləməlidir ki, bundan sonra orada normal ömrünü sürə bilsin. Əks halda cındırın çıxardacaqlar cəza çəkmə müəssisələrində. Yəni bunu hər kəs bilir də, bunu yəni Azərbaycanda bilməyən insanlar yoxdur. Bu Azərbaycan reallığıdır, təəssüflər olsun ki. Ona görə deyirəm, bir daha deyirəm. Azərbaycanı tərifləyib, Azərbaycanla öyünən, Avropanı bəyənməyən insanlara bu həyat hekayəsi bir şapalaq olsun ki, al. Bu da sənin təriflədiyin, sevdiyin, bəyənmədiyin Avropa və bəyəndiyin Azərbaycan. Bundan əlavə, ən çox üzüldüyüm məsələ isə Azərbaycan cəmiyyətinin bu gərəksiz və mənasız insanı bu qədər şişirtməsidir.
Yüz minlərlə insan bu hadisə ilə bağlı, onun günahı yoxdur, biri deyir günahı var, az qala yəni özünü lezvalasın. Hansı ki Azərbaycanda bu günləri 30-dan çox xanım var ki, heç bir günahı olmadan sadəcə haqq ədaləti dediyi üçün həbsdədir. Amma Azərbaycan xalqının böyük əksəriyyəti o insanların heç adını bilmir. Kimliyindən xəbəri yoxdur. Amma bizim cəmiyyətin əksəriyyəti qəhbə-qühbəni, lotuşkaları həmən tanıyırlar. Yəni TikTokda götün oynadan, məməsini oynadan insanları həmən tanıyırıq. Kimliyindən asılı olmayaraq, qadın və ya kişi həmən diqqətimizi çəkir. Qadınlar belə, ev qadınları, ev xanımları belə, həkimlər, müəllimlər belə bu lotuşkaları tanıyır. Niyə? Niyə əxlaqlı, tərbiyəli, haqqı deyən insanları tanımırsınız, lotuşkaları tanıyırsınız? Baxın, Azərbaycan cəmiyyətinin əxlaq problemi var. Azərbaycan cəmiyyətinin, Azərbaycan insanlarının dəyərlər problemi var. Çürümüş dəyərlərimiz var. Çürümüş əxlaq normalarımız var. Bax, bu ən böyük problemdir. Bunu kimsə görmür. Baxın, bu lotuşkanın olsun, kim olur olsun, mənim üçün fərqi yoxdur. Söhbət İlduzadan getmir. Baxın, Azərbaycanda əlinə TikTok alıb, nə ailə dəyərlərini, nə bilim, əxlaqı təmsil edən insanları kimsə tanımaz. Haqdan, ədalətdən, dürüstlükdən danışan insanları kimsə tanımaz. Sadəcə meymunluq eləyən, TikTokda nə bilim, ha, hi, laqqırtı vuran, Vəlizar kimi, nə bilim, Dəlizar kimi, Baboş kimi, gic insanlara Azərbaycan cəmiyyətinin çox böyük marağı var. Bu da Azərbaycan cəmiyyətində çürümüşlüyün, Azərbaycan əxlaq dəyərlərinin çürüməsinin nəticəsidir. Cəmiyyətin əxlaq dəyərləri çürüyüb. Amma bunun kimsə fərqində deyil. Və bu günün məsələsi deyil. Bu 30 il, 50 ildir davam edən siyasətin nəticəsidir. Mən bunu kənardan görüb üzülürəm. Amma bunu çox insanlar başa düşmür. Təəssüflər olsun ki. Çox təəssüflər olsun ki, başa düşmür bunu çox insanlar. Üzülürəm, belə şeylərə üzülürəm. Yoxsa mənə nə İlduzədən, İlduzəyə 5 il verildi, 3 il verildi, İlduzənin də boyun yerə soxum, ona dəstək olanların da boyun yerə soxum, onunla maraqlananların da boyun yerə soxum, elə özümün də boyun yerə soxum ki, bu məsələ ilə bağlı fikir bildirirəm. Amma yəni kənardan baxıram və üzülürəm. Azərbaycan cəmiyyətinə üzülürəm ki, gör cəmiyyətin o qədər problemləri qala-qala biz kimləri və nəyi müzakirə edirik? Baxın, gör kimləri və nəyi müzakirə edirik və niyə? Yəni gör Azərbaycan cəmiyyətinin insanları nə qədər cılız düşüncəli insanlardır ki, biz haqqı, ədaləti, konstitusiyanın, qanunları deyil, hansısa lotuşkanın törətdiyi. Mən niyə ona lotuşka deyirəm? Çünki yəni 4 uşağı atıb, bütün günü Bakı küçələrində, restoranlarda onun bunu qucağında gəzənə nə deyim? Qeyrətli Azərbaycan qadını. Soxdular içəri, getdi. İndi %100 içəridə ucu lotuşka olacaq. Oradan çıxan fərli insan olmur. Çox nadir hallarda. Yəni Azərbaycan sistemi onun üzərində qurulub. Baxın, yaxşı oğlan, yaxşı qız, boş verin. Nə yaxşı? Azərbaycanda yaxşı olmaq mümkün deyil. O cəmiyyət yaxşıları qəbul etmir, sevmir. Yaxşılar içəridədir. Haqqını deyən insanlar yaxşı olmur. Soxurlar içəri, gedir. Azərbaycan o sistemin üzərindədir. Ona görə, nəysə, məndən bu qədər. Sadəcə yenə deyirəm, baxıram, üzülürəm və baxıram cəmiyyətə, baxıram ölkəyə, insanlara, insanların davranışına. Sonra yazığım gəlir ki, yəni ölkə onsuz da it günündədir. Ona görə deyirəm, məsələn, bundan sonra hələ 10 illərlə İlham Əliyev hakimiyyətdə olacaq. Çünki insanlar öz həyatı ilə, öz gələcəyi ilə maraqlanmır, siyasətlə, qanunlarla maraqlanmır. Hansısa belə lotuşkanın 5 il həbs almağına üzülür. Yəni yüzlərlə qadın var orada, yüzlərlə haqqı tələb elədiyinə görə həbsdədir. Birinin adını tanımır, amma hansısa lotuşkanın həbsinə üzülür. Ona görə də Azərbaycan bədbəxt günündədir. Bundan sonra da elə olacaq. Vəssalam. Yəni kənardan baxıb ürəyim ağrıyır. Ürəyim ağrıyır ki, ölkəm buna layiq deyilsiz axı. Sonra da başında dediyim kimi, sonra da özümə deyirəm ki, yox Elvin. Hər kəs layiq olduğu həyatı yaşayır. Sən heç də özünü üzmə. Hər kəs layiq olduğu həyatı yaşayır. Məndən bu qədər.